çok istedadlı şairlerimiz var. O şairlerden biri de bugün Ruhsarə Adil kızının oxucuları karşısında bir hesabatıdır. Yani yeni kitabının ışık yüzü görməsi tədbiridir. Mən bu münasibətlə əzizimiz Ruhsarə xanımı təbrik edirəm. Ve bugün o kitap aynı zamanda Ruhsarə xanımın zengin söz xəzinəsinin yeni məhsuludur. Zənnimcə bu şairin 4-cü ya 5-ci kitabı olmalı. 5-ci kitabıdır, bəli. Ruhsarə xanımın yaradıcılıq yolu, ilham mənbəyi bizim klasik poeziyamızdan başlayıb. Klasik poeziyamızdan başlanğıcını götürüb. Və Qərbi Azərbaycanın zəngin ədəbi mühitində də möhkəmlənib, zənginləşib və bugün də oxucularını gözəl poeziya nümunələrindən sevindirir. Ruhsarə xanımın yaradıcılığı vətənə, insana, millətə, yurda, yurt həsrətinə həsr olunubdur. Bizim Azərbaycan poeziyamıza nəzər salsaq görərik ki, ciddi qələm sahibləri insana, mənəviyyata, zəngin, xalqımızın zəngin milli dəyərlərinə həsr etdiyi çoxlu sayda şeirləri var və bu ana xəttini qızıl xətt kimi keçir bizim bu poeziyamızda. Mən deyərdim ki, Ruhsarə xanımın poeziyasında insanın mənəvi portreti, güçlü insanın mənəvi portreti əsas yerlərdən birini tutur. Və mən Ruhsarə xanımın poeziyası yaradıcılığını məhz ona görə çox sevirəm. Çünki Ruhsarə xanımın poeziyası, yaradıcılığı nəshətamiz bir yaradıcılıqdır. Ruhsarə xanım insanları kamilliyə və müdrikliyə doğru çağırır. İnsanları mənəvi yüksəkliyə doğru çağırır. Və onun yaradıcılığında çox şeylər mən sevirəm, həddindən artıq maraqlı, rəngarəng bir yaradıcılığı var. Bugünkü məclisdə mən gözəl bir insanların əhatəsində olduğumdan belə bir şeiri seçmişəm. Yaxşı adamlar. Nurlu şəfəqlərdən günəş tək doğar. Ruzi bərəkəti üstünə yağar. Dünyaya şəfqətlə, ümidlə baxar. Ürəyindən boyda olan adamlar. Məqamı ucadır, yeri başladır. Dövləti nə pulda, nə daşqaşdadır. Məsləyi, amalı tamam başqadır. Ətrafına ışıq salan adamlar. Heç zaman düşmənə ya da əyilməz. Haqsızlıq görəndə dayana bilməz. Ağlayan yanında gözləri gülməz. Sınan gönülləri alan adamlar. Ehtiyac olanda öndə dayanar. Hamını düşünər, hamını anar. Doğrunu dürüstü mötəbər sanar. Dünyanı dərk edir qalan adamlar. Ağrını, acını ərlər olur. Ürəyə, dillərə yazılar adı. Bütün doğmalardan əziz doğmadır. Könlündə taxtını salan adamlar. Yaxşılıqla yadda qalan adamlar. Təşəkkür edirəm Ruhsarə xanım. Mən sizə